Azadlıq sözü bir sözdür, bundan hərə bir cür istifadə edib. Azadlıq bir sözdür, azadlıq sözünü atmayıblar kənara. Amma mənasını cəmaata belə sırıyıblar. Azadlıqdan danışanda azadlığın həqiqi mənası yaddan çıxıb. Cəmaat elə bilir azadlıq budur. Adam həbsdə olmaya, əsarətdə olmaya, plendə olmaya azaddır. Bu oldu bədən azadlığı. Ya azadlıq bunadır, heç kimi qəbul eləməyəsən, heç kimin sözünə əhəmiyyət verməyəsən, belə başa düşürlər. Ya elə biliblər azadlıq budur, lütüryan gəzəsən, deyəsən, mən çadranın əsarətində döyürəm, hicabın əsarətində döyürəm. Azadlıq bir şeydir, azadlığın o qədər mənasında dəyişiklik elədilər, mənasında təhrif elədilər. Cəmaat azadlıq deyərkən əsl həqiqətdə nəzərdə tutduğu mənalar hamısı bir növ əsarətdir. Onlar ki, elə bilirlər, məsələn, elə istədiyi elə, hər nə gəldi, ye, iç, ge, mən azadam. Yox, sən əsirsən. Sən ya nəfsün əsirisən, ya şəhvətin əsirisən, ya düşüncün əsirisən. Əgər bir qadın hicabı əsarət bilir, hökman hicabı atıb ki, mən azad qadınam, türk qadını azad olub, ya bu cürdür. Sən başarmırsan. Sən nəfsünlə mübarizəni başarmırsan, sən onun altında heysiyyət qorumağı başarmırsan, sən elə bilirsən azadsan. Yox, sən əsarətdəsən. Sən o düşüncələrin, maymaq düşüncələrin əsarətindəsən. Azadlıq bundadır, insan şəhvət əsarətində olan. Azadlıq bundadır, insan insana layiq insani ləyaqətlərin qoruya. Yoxsa mənə sırrı ki, hicab geyməlik, köləlikdir, əsarətdir, nə bilim nədir. Sonra gəl bu millətin hamısının başını apar. Bugün filan kəslərin günüdür, gəlin aparın, nəsilləmə əyin başın heykəllərin qabağında. Sonra deyin, bu ölkənin bu azad insanları. Mənə deyilən sən əsarətdəsən, sən məsciddəsən, sən hicabdasan. Yox, birinci hürriyyət insanların beynində, təfəkküründədir. İqtisadında azad insan bilirsiniz hansı insanda. Baxın, mən bu sözü qabaqda demişəm. İnsanın çörək yeməyinin bir dənə qanununu Allah belə yazıb. Yazıb, hətta o gün ki, Adəmi çıxartdılar, nə dedilər? Dedilər, Adəm, gedərsən, alın tərindən çörək yeyərsən, düz. Bu sözü dedilər. Baxın, cəmiyyətlərə, çox cəmiyyətlər var, orada alın təri verib çörək yemək qeyri-mümkündür. Gərək heysiyyətindən verəsən, gərək mənniyindən verəsən, gərək əqidündən verəsən, gərək gedəsən heykəllərin qabağında iki qat olasan, ruqya gedəsən, səcdiyə gedəsən, çörək yeyəsən, yağlı yeyəsən, sonra da oturasan televizorda, özü azad hesablayasan, məni əsir. Baxın, Qurani-Kərim bu düşüncəni kölə ruhu, bu düşüncəni azad olmayan cəmiyyət, bir dənə kölə cəmiyyət kimi bizə təqdim edir. O da insanlar daima ifsada düçar olmamaq üçün yeganə yolları islahdır. İslahın yeganə rüknü azadlıqdır, təfəkküründə azadlıq, düşüncündə azadlıq. Amma indi birdən insanlar bunu düşündü ki, mənliyində, şərəfində, insan ləyaqətində azadlıq var. İnsanlar bunu başa düşsələr, insanlar çox irəliləyərlər. Allah cəmiyyətə aydın, açıq şəkildə deyir. Rə'd surəsinin 11-ci ayəsində İnnəllâhe lâ yuhayyiru mâ biqavmin həttâ yuhayyiru mâ biənfusihim. Allah öz taleyində dəyişiklik eləməyən cəmiyyətin taleyində dəyişiklik eləməyəcək. Aydındır. Həm mənfi cəhətdən, həm müsbət cəhətdən. İstəyir desin ki, insani ləyaqətlə yaşayan, insani əxlaqi davranışlara sahib olan bir cəmiyyəti Allah pis günə qoymaz, özləri pisliyə tərəf getməyəcəksə, əksi də ilə bu cürdür. Bir cəmiyyət ki, nə qədər səfalətin, rəzalətin, köləliyin içində olalar, əgər o cəmiyyət kütləvi surətdə öz həyatların insan ləyaqətinə xas olan səviyyəyə gətirməzlərsə, Allah desə olarsın bu işi görməyəcək.